Salam əziz şagirdlər, bugün biz say haqqında danışırıq. Say əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsidir. Neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Sayın mənaca iki növü var. Miqdar sayları, sıra sayları. Miqdar sayları əşyanın miqdarını bildirir. Sıra sayları isə əşyanın sırasını bildirir. Miqdar sayları özü 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsir sayları. Müəyyən miqdar sayları əşyanın konkret, dəqiq miqdarını bildirir. Məsələn, deyirəm ki, 5 qələm, 3 dəftər. Dəqiq say var burada. 5 qələm var, 3 dəftər var. Və neçə, nə qədər suallarından birinə cavab verir. Qeyri-müəyyən miqdar sayı isə əşyanın dəqiq, konkret sayını deyil, təqribi sayını bildirir. Məsələn, az, çox, xeyli, bir qədər, bir çox, bir sıra, azacıq, çoxlu, minlərlə, yüzlərlə və yaxud 5-6. Yəni, bu saylar qeyri-müəyyənlik bildirən saylardır ki, onun dəqiq miqdarı bəlli deyil. Və nə qədər sualına cavab verir, qeyri-müəyyən miqdar sayları. Sonra kəsir sayları var. Kəsir sayları tamın hissəsini və yaxud tam və hissəni bildirən saylardır. Məsələn, deyirəm ki, 2də 1, 3,2də 1. 2də 1-ə yarım deyə, deməli, bir ifadə ilə, sözlə də 2də 1-i biz göstəririk. Harada yarım sözü qarşımıza çıxdı, bilirik ki, bu nədir? Kəsir sayıdır. Və yaxud 4də 1-ə çərək deyə bir sözlə ifadə olunur, 4də 1. Bu da kəsir sayını ifadə edir. Saylar quruluqca 3 yerə bölünür. Sadə saylar, düzəltmə saylar, mürəkkəb saylar. Sadə saylar bir kökdən ibarət olur. Dilimizdə 23 sadə say var. Deməli, 23 sadə say var. Və bu saylar milli sözlərimizdir ki, bunlar da sadə saylar hesab olunur. Məsələn, 5, 10, 1000 və s. Bunlar sadə saylardır. Bir kökdən ibarətdir. Düzəltmə saylar isə kök və leksik şəkilçidən ibarət olan deməli, saylardan yaranır. Düzəltmə saylar, məsələn, müəyyən miqdar sayına ıncı, inci, uncu, üncü şəkilçisi artırmaqla deməli, düzəltmə sayı yaradırıq. Və yaxud lu şəkilçisi, çoxlu, azacıq, larla, lərlə, larca, lərcə şəkilçilərini artırmaqla biz düzəltmə sayları yaradırıq. Mürəkkəb saylar isə 2 və daha artıq sayın birləşməsindən yaranır. Məsələn, 150, 65, 4,5-də 2, 5, 6. Bax, bunlar da mürəkkəb sayları yaradır. Numerativ söz deyə bir anlayış var. Yəni, sayla ismin arasında yerləşən sözlərə numerativ sözlər deyilir. Məsələn, deyirəm ki, 5 ədəd kitab və yaxud 5 dənə dəftər. Biz ədəd, dənə, numerativ sözlərini cansız əşyalarda istifadə edirik. Ədəd, dənə, numerativ sözdür. Sayla ismin arasında yerləşən sözlərə numerativ sözlər deyilir. İnsan anlayışı bildirən numerativ sözlər nəfər, heyvan anlayışı bildirən numerativ sözlər baş, əşya anlayışı bildirən ədəd, dənə, cütlük anlayışı bildirən dəst, bu kimi sözlər, deməli, numerativ sözlərdir ki, sayla ismin arasında yerləşir. Morfoloji təhlil zamanı biz numerativ sözün hansı nitq hissəsinə aid olmasını demirik. Eləcə, bu söz numerativ söz kimi iştirak edir, fikrini bildiririk.
Və digər sözlər də var ki, bu da numerativ söz kimi iştirak eləyə bilər, işlənə bilər. Məsələn, deyirəm ki, bir çimdik duz. Burada çimdik numerativ söz kimi iştirak eləyir. Və yaxud 5 vaqon yük. Vaqon burada numerativ söz kimi iştirak edir. Bir stəkan su, bir vedrə su, vedrə, stəkan numerativ söz kimi iştirak etdi. Bəzən, məsələn, 5 nəfər adam. Burada nəfər numerativ sözdür. Əgər isimsiz işlənərsə, artıq bu numerativ söz deyil, isim kimi biz onu götürürük. Məsələn, 5 nəfər gəldi. Orada nəfər numerativ söz deyil, artıq isim kimi götürülür. Və sıra sayları nədir? Sıra sayları haqqında da danışaq. Sıra sayları əşyanın sırasını bildirən saylara deyilir və sıra sayları müəyyən miqdar sayının sonuna ıncı şəkilsini artırmaqla sıra saylarını yaradırıq. Məsələn, deyirəm ki, 5-ci sıra, neçənci sıra, 5-ci sıra və yaxud hansı sıra, 5-ci sıra. Sıra sayları digər saylardan fərqli olaraq hansı sualına da cavab verir və sifətə daha çox oxşuyur, yəni digər saylara nisbətən. Sonra demək, sıra saylarında, məsələn, dedik ki, sıra sayları quruluqca mürəkkəb olur, məsələn, quruluqca düzəltmə olur, düzəltmə mürəkkəb ola bilir, sadə olmur, sıra sayları sadə olmur. Miqdar sayları sadə mürəkkəb olur, düzəltmə olmur. Qeyri-müəyyən miqdar sayları isə sadə, düzəltmə mürəkkəb ola bilir. Və kəsir sayları da bilirik ki, tərkibidir, yəni mürəkkəb saydır. Say cümlədə hansı vəzifədə iştirak eləyir? Yəni, cümlə üzvü kimi say təyin vəzifəsində iştirak eləyir. Saylar isimləşə bilir. Necə ki, sifət isimləşirdi, ismin sualına cavab verirdi və burada say da özündən əvvəl gələn ismin yerində işlənir, ismin sualına cavab verir, isim kimi hallana bilir, cəmlənə bilir, mənsubiyyət şəkilçisi qəbul edə bilir, şəxs xəbərli şəkilçisi qəbul edə bilir və bu səbəbdən deməli cümlənin mübtədası təyini, mübtədası xəbəri olur. Saylar dedik ki, isimləşə bilir, yəni substantivləşə bilir. Yəni, ismin sualına cavab verir, isim kimi hallanır, şəxs xəbərli şəkilçisi qəbul edir, mənsubiyyətə görə dəyişir. Cümlədə mübtəda tamamlıq xəbər, ismi xəbər vəzifəsində çıxış edir. Məsələn, deyirəm ki, bir dənə say götürək, hallandıraq bunu. Məsələn, 5, 5-in, 5-ə, 5-i, 5-də, 5-də. Mənsubiyyət şəkilçisi qəbul edir. 5-im, 5-in, 5-i, 5-imiz, 5-iniz, 5-ləri. Yəni, onların 5-ləri mənsubiyyətə görə dəyişdi. Və yaxud 3-dür, 2-dir, şəxs xəbərli şəkilçisi qəbul etdi və cümlədə ismi xəbər vəzifəsində olacaq. Və sayları biz morfoloji təhlil etdikdə onun mənaca növünə baxırıq, müəyyən miqdar sayıdır, yoxsa qeyri-müəyyən miqdar sayıdır, kəsir sayıdır və yaxud sıra sayıdır, bunu müəyyən edirik. Quruluqca növünə baxırıq, sadədir, düzəltmədir, mürəkkəbdir və bu sayların cümlədə hansı cümlə üzvünü ifadə etməsinə fikir veririk. Və saylar haqda bu qədər, əziz şagirdlər. Yəni, saylar haqda qısa olaraq məlumat verdik. Dedik ki, say əsas nitq hissəsidir. Sifət kimi isimin əvvəlində gəlir və bir sıra saylar var ki, isimlər cəmdə işlənə bilmir. Hansı ki, məsələn, deyirəm ki, 5 nəfər adam gəldi. 5 nəfər adamlar gəldi deyə bilmərik. Yəni, müəyyən miqdar sayında
isimlər cəmlənə bilmir. Saydan sonra, müəyyən miqdar sayından sonra gələn isimlər cəmlənə bilmir. Zaman məzmunlu, zaman anlayışı bildirən isimlər var ki, bunlar cəmlənə bilir. Məsələn, deyirəm ki, 1000 əsrlər bundan əvvəl, 1000 illər bundan əvvəl. Artıq nə oldu? Burada zaman məzmunlu, zaman anlayışı bildirdiyi üçün bu isimlər cəmlənə bildi. Bu istisna haldır. Demək, müəyyən miqdar sayı özündən sonra, müəyyən miqdar sayından sonra isim gələrsə, həmin isim heç vaxt cəmlənə bilmir. Qeyri-müəyyən miqdar sayında deməli, qeyri-müəyyən miqdar sayında bir sıra sözlər var ki, onlar demək cəmlənə bilir. Məsələn, deyirəm ki, bir çox müəllim, bir çox müəllimlər qeyri-müəyyən miqdar sayıdır. Deməli, cəmlənə bildi. Dərsimiz bu qədər, əziz şagirdlər. Sağ olun, növbəti dərslərdə görüşənədək.